Uşaq arabası var idi yanımda. Onlara görə məndən ödənişdən əlavə 3 manat pul istədi. Elə bir hadisə çox yerdə olubdu. Tələb eləyə də bilər, elə bilər. Taksidən istifadə edən vətəndaşlar iddia edir ki, bəzi sürücülər onlardan əllərində olan yükə görə əlavə ödəniş tələb edirlər. Ümumiyyətlə, belə hal varsa, bu nə dərəcə doğrudur? Elə bir hadisə çox yerdə olubdu. O düzgün deyil. Onun nə dəxli var ki, 2 sumka ilə ya 3 sumka ilə? Bir. İkinci də ki, əlavə pul niyə verməliyəm ki? 2 sumka nədir bəyəm? Çəmədanlar deyil ki, deyəsən ki, yük götürməyəcəkdir. Bu düzgündür. Sürücüdən asılıdır. O sürücüdən asılıdır. Hər tələb eləyə də bilər, eləməyə də bilər. Əslində yük pulu olub həmişədən. İndi insafına bağlıdır. İstəyir ala bilər, istəmir ala bilməz. Siz almısınız? Olub. Böyük yükə almışam. Yükə görə məsəl üçün əlavə ödəniş alınmayıb, şəxsən mən almamışam, heç olmalı da deyil. Məsələn, yük ağır olsa, çəkisi, qabariti böyük olsa, hə, məsəl üçün əlavə pul alarsan. Amma bu uşaq oyuncağı, uşaq əşyası, o nədir ki, o mahiyyəti nədir, o çəkisi nədir ki, ondan ötəri əlavə, məsəl üçün qazanc umasan, onu alladasan, düzgün bir hal deyil. Yanında körpə uşağı olan ananın koleskasını bagajda daşımaq üçün əlavə ödəniş tələb edirlər. İmtina verirlər ki, biz yük taksisi deyilik. Bu doğru bir şey deyil. Taksilər haqqında qanunda belə bir şey yoxdur. Bunlar yalan iddialardır. Bəzi müştərilər həddən artıq normalı yük salona vurmaq istəyir, taksi götürmür və yaxud da elə bir yerlər olur ki, 30 saniyə, 1 dəqiqə dayanıb mindirib düşmək yerində əlavə yük vurmaq istəyir. Onun üçün də səbəb olaraq taksi şoförü imtina eləyir. O da hər hansı bir arqument gətirmək üçün proqramlarda sürücünün artıq ödəniş istədiyini bildirir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, taksi sürücüsü yükə görə sərnişindən əlavə ödəniş tələb edə bilməz. Lakin sərnişin taksi ilə daşına biləcək yükü özü ilə apara bilər. Burada yükün qabaritləri, eyni zamanda nəqliyyat vasitəsini çirkləndirməməsi və zədələməməsi məsələsi var. Yalnız bu halda sürücü sifarişdən imtina edə bilər. Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə, o cümlədən əlavə pul tələbi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 141 çağrı mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri, eyni zamanda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur. Məlumat təqdim edildiyi təqdirdə sözgedən məsələyə də baxılacaq.